Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Necəsiniz? Ümid edirəm ki, işləriniz qaydasındadır. Mən səsimi sizdən təkrar üzr istəyirəm, biraz naxoşam, amma video çəkmək istəyirəm vaxtım olduqca. Deməli, biz cümlə tamamlama mövzusunun ikinci hissəsindəyik. Adjective clauses ya da relative clauses'də. Bunlar budaq cümlələrdir. Bunları tamamlamaq üçün fərqli qaydalara müraciət edəcəyik. Gəlin birinci testdən başlayaq. Burada baxıram ki, boşluğun önündə isim var. Deməli, mənə burada nisbi əvəzlik lazımdır, düzdürmü? Mən ismə baxmalıyam ki, ismim cansızdır və cəmdir. Bu mənə kömək edəcək variantlarımı seçməyə. Birinciyə baxıram. I haven't read the novels that have translated. Baxın, ikinci budaq cümləmdə məni işi görən icraçım, subyektim yoxdur. Ona görə bunu verməliydim mən məchul növdə. Deməli, bu səhvdir. İkinciyə baxaq. Which have they translated? Bu artıq struktur olaraq sual cümləsinin söz sırasıdır deyə bu səhvdir. Üçə baxıram. Which have been translated? Bəli, subyektim yoxdur. Xəbərim məchuldadır. Cümləm düzdür. Which they have translated? Subyektim var. Ona görə xəbərim məlum növdədir. Düzdür. That has been translated. Biz bilirik ki, budaq cümlənin xəbəri nisbi əvəzlikdən əvvəl gələn isimlə uzlaşır. İsmim cəmdir deyə xəbərim də cəm olmalıydı. Ona görə düzgün variantım olacaq 3 və 4. 2-yə baxıram. Do you know the songs? Yenə isim var, cəmdədir və cansızdır. Eyni variant, eyni qayda ilə davam edirəm. 1-ə baxıram ki, burada subyektim yoxdur. Məchulda verməliydim. Mahnı nəyisə bəstələməz axı, mahnı bəstələnər. Soruşuram ki, sən bilirsənmi mahnıları hansılar ki bəstələyib son zamanlarda? Mən mahnı necə nəyisə bəstələyə bilər? Mahnı varsa, deməli, burada bəstələnmədən məchul növdən söhbət getməli idi. Ona görə bir səhvdir. 2-ni məchulda verib, düzdür. Ancaq ki, xəbəri təkdə verib. Axı, mənim əvəzlikdən öncə gələn ismim cəmdədir. Mən necə bunu xəbərin tək verim? 2 də səhvdir. 3. Have they composed? Struktur olaraq sual cümləsidir. Bu da səhvdir. 4. Which they have composed? İcraçım var, məlumdur. Which have been composed? İcraçım yoxdur, məchuldadır, düzdür. Cavabım olacaq 4 və 5. 3-ə baxaq. The way. 3-cü şəxsin təkində isim cansız. Zamanım indiki zamandadır. Deməli, mənə indiki zamanda 3-cü şəxsin təkinə uyğun nəsə bir şey lazım. İndi baxaq. Played amorf fe'lidir, düzdürmü? Yəni, keçmiş zaman, indiki zamanın forması eyni idi. Qaydasız fe'ldir, dəyişmirdi heç bir şey burada. Mən sadəcə indiki zamanda S şəkilçisi ilə bunu fərqləndirə bilərdim ki, zamanı bu indikidədir, yoxsa keçmişdə. Deməli, mənim bu digər tərəfdəki zamanım indikidədir deyə mən keçmişləri siləcəm. Qalacaq 2 variantım. What'u da siləcəm. Niyə? What nisbi əvəzliyi yoxdur. Yəni, what'dan əvvəl isim gəlməz. Əvəzlik gəlməz. Ona görə D variantı düz olacaq. 4-ə baxıram. Stories cəmdədir, cansızdır. Cəmdədir deyə mən make-i siləcəm. What-a görə də bunu siləcəm. Çünki isimdən sonra what gəlməz. B bəndi düzdür. Keçək baxaq digər variantlara. What-u sildim yenə. Burada da baxın xəbərlərim təkdədir. Təkdə ola bilməz mənim xəbərim. 5-ə baxıram. Yenə stories cəmdə. Whose verə bilmərəm. Niyə? Hər iki tərəfi isim olmalıdır whose'un. Düzdürmü? Stories cəmdə olduğu üçün has been olmaz. Düzdürmü? What-da nisbi əvəzlik yoxdur deyə olmaz. Cavabım olacaq A variantı. 5-ə baxıram. O da mən təkdədir, canlıdır. Canlı olduğu üçün 2-ni silirəm. Çünki which ancaq cansızlarla işlənirdi. 4-ü də silirəm çünki struktur olaraq sual cümləsidir. 1, 3 mənim düzgün variantım olacaq. 7-yə baxıram. Designs cəmdədir, cansızdır, düzdürmü? 1 düzdür. All the designs presented. Bunu participle to ilə veribdir. Təqdim edilən bütün dizaynlar. That was presented olmaz. Niyə? Dizaynlar cəmdir.
xəbərimi tək verə bilmərəm. 4 nisbə əvəzliyi yoxdur, what da olmaz. Deməli 1 və 2 düzdür. 8-ə baxıram. Alfabet, əlifba təkdir, cansızdır. Who-nu sildim, who-mu sildim. Bunlar canlılarla işlənirdi, düzdürmü? What-u da sildim, çünki belə nisbə əvəzlik yoxdur. C variantını da sildim, çünki burada məkandan söhbət getmir. Mən burada hara sözünü işlədə bilmərəm. D bəndi düzgün cavabım olacaq. Kind of story təkdədir, cansızdır. Who-nu sildim avtomatik. Help-i də sildim, çünki burada xəbərim cəmdir. Burada da xəbərim cəmdir. Mənə isə tək lazımdır. What-u da sildim, çünki what nisbə əvəzliyi yoxdur. Cavabım olacaq A variantı. Ona baxıram. In the national park there is a pass. Cansız, təkdə olan ismim var. Deməli, xəbərimi cəmdə olanları sildim. Düzdürmü? What-u da sildim, çünki bu mənim nisbə əvəzliyim yoxdur. Belə bir isimdən sonra what işlədə bilmərəm. Baxıram A variantına. Burada məkanlıq yoxdur. Deyirəm ki, Milli Parkda cığır var, hansı ki aparır şəlaləyə. Burada məkandan söhbət getmir, düzdürmü? Onu da sildim. İndi qaldım 2 variant arasında. Mən D-ni seçə bilmərəm. Niyə? Burada cığır haqqında 2 dənə fikir var. Bir cümlədə deyirəm ki, cığır var. İkinci cümlədə deyirəm ki, şəlaləyə aparır. Eyni subyekt haqqında 2 fikir var deyə mən onları bağlayıcı ilə birləşdirməliyəm. Bağlayıcısız onları istifadə edə bilmərəm. 11. The grief. Təkdə cansızdır. Baxın, birinci who's-u sildim, yanında ikinci tərəfində isim yoxdur. Biz bilirik ki, who's-un hər iki tərəfində isim olmalıdır. The grief, qəm, qüssə, kədər, məkanlıq yoxdur deyə D-ni də sildim. What-u da sildim, çünki bu nisbə əvəzlik yoxdur. B-yə baxıram, C-yə baxıram. B-nin xəbəri cəmdədir. Məndə grief təkdədir. Ona görə mən cəm xəbər işlədə bilmərəm. Düzgün variantım Y olacaq. 12. The mosque. Məscid. Hansı ki tikilib Tağıyev tərəfindən tatarlar üçün Sankt-Peterburqda hələ də işləyir. Bu hərfi məna ilə tərcümə. Öz ingilis dilindəki sıraya görə. Azərbaycan dilinə çevirsək bunu belə olacaq. Tağıyev tərəfindən tatarlar üçün Sankt-Peterburqda tikilmiş məscid hələ də işləyir. İndi mən burada məsciddən deyərkən məkandan söhbət getmir. Hansı məscid? Tağıyev tərəfindən tikilən. Ona görə mən where sözünü siləcəm. Zamandan da söhbət getmir. When-i də siləcəm. What nisbə əvəzlik yoxdur. What olanı da siləcəm. Mosque cansızdır deyə who-nu da siləcəm. Who ancaq canlılarla işlənir. Mənim əlimdə qalacaq təkcə B variantı. 13-ə baxıram. The main points. Əsas məqamlar. Cəmdədir, cansızdır. Ona görə whom siləcəm. Whom canlı ilə işlənir. What siləcəm. İsimdən sonra what gəlməz. When siləcəm. Çünki burada zamandan söhbət getmir. Why da siləcəm. Why səbəb nəticə əlaqəsini bildirən cümlələri birləşdirir. Burada heç bir səbəb nəticə yoxdur. Reason yoxdur. Burada var ki, deyirəm ki, gəlin üzərindən gedək əsas məqamların hansıları ki, professor öz məqaləsində toxunmuşdur. 14-ə baxaq. Culture and art movement təkdədir və cansızdır. Birinci who's siləcəm, çünki burada ondan sonra ikinci isim yoxdur. Where-ni siləcəm, çünki burada məkandan da söhbət getmir. Whom-u siləcəm, çünki cansızdan söhbət gedir. What-u siləcəm, çünki what nisbə əvəzliyi yoxdur. Cavabım olacaq C variantı. 15. Təpə cansızdır və təkdir. Xəbərləri hamısında təkdir. Birinci who-nu siləcəm, çünki bu canlı ilə işlənir. What-u siləcəm, belə bir şey yoxdur. Who's-u siləcəm, ondan sonra isim gəlməyib. Düzdürmü? Qaldım 2 variant arasında. İndi baxaq ki, burada məkandan söhbət gedir, yoxsa təpənin hansı təpə olduğundan söhbət gedir. Tərcümə edək. Təpə hansı ki, dünyadakı ən uzun ada sahibdir. Adı var. Yeni Zelandiyada yerləşir. Mən demirəm təpədə, hardakı filan şey var. Bu Yeni Zelandiyadadır. Mən təpədən deyirəm ki, hansı ki bu uzun adı var. Deməli, burada məkanlıqdan söhbət getmir. Cavab olacaq B bəndi.
16. A rhino's horn. Horn buynuz deməkdir. Təkdədir, cansızdır. Mən cəm xəbərləri siləcəm. Mən canlılarla işlənəni siləcəm. Mən nisbi əvəzlik olmayanı siləcəm. Qalacaq cavabım B bəndi. 17-yə baxırıq. Ceremony. Təkdədir, cansızdır. What-ı siləcəm, belə bir nisbi əvəzlik yoxdur. Düzdürmü? Has been siləcəm, çünki ikinci tərəfim, birinci baş cümləm keçmiş zamandadır. Bunu da sildim. Mənə keçmiş zaman lazımdır. Where was held? Baxın, burada məkanlıqdan söhbət getmir. Deyirəm ki, Kral 3-cü Charles seremoniyada tac geyindi, hansı ki Westminster abbatlığında baş tutdu. Hardakı Westminster abbatlığında baş tutdu deyə bilmirəm. Burada bir məkanlıq yoxdur. 7 də xəbərim cəmdir. Seremoniya tək olduğu üçün mən onunla cəm verə bilmirəm. 18. The city. Şəhərdir, təkdədir, cansızdır. İndi baxaq. What-ı siləcəm. Belə bir nisbi əvəzlik yoxdur. A-nı da siləcəm, çünki burada şəhər haqqında 2 fikir verib deyə onları mən bağlayıcı ilə ayırmalı və ya birləşdirməli idim. Burada tərzi hərəkətdən söhbət getmir. Halını da siləcəm. Burada məkanlıqdan mı söhbət gedir, yoxsa sifət kimi bunu işlədib ona baxaq. Deyirəm ki, şəhər, hansı ki şimalın Atenası adlanır, Edinburghda yerləşir. Deməli, burada məkanlıq yoxdur. Yəni, şəhərdə, hardakı, Atenanın heykəli var. Belə bir şey demirəm ki, bu şəhər hansı ki adlanır şimalın Atenası. Burada heç bir məkanlıq yoxdur. Ona görə yeni siləcəm, qalacaq mənim əlimdə D. Gedək. 19. Tea, çay adlanır bitki çayı. Hansı ki hazırlanıb bitkilərdən. Deməli, çay haqqında 2 fikrim var. Bir çay bitki çayı adlanır, ikinci çay hazırlanır bitkilərdən. Burada zaman yoxdur. Burada məkanlıq yoxdur. Burada what nisbi əvəzliyi yoxdur. Və çay haqqında 2 fikir var deyə mən onları ayırmalıydım bağlayıcı ilə. Ona görə A bəndi olacaq. 20-yə baxaq. Goat, keçi. Təkdədir, düzdürmü? İnsan deyil, düzdürmü? Deməli, whom onsda verməyibdir. Keçidən söhbət gedirsə, burada əlbəttə ki, məkan yoxdur. Burada what-u da siləcəm, çünki what nisbi əvəzliyi yoxdur. 2-ni silsəm, 5-i silsəm, 1, 3 və 1, 4 qaldı. İndi 4-ə baxaq, 3-ə baxaq. Bax, deyirəm ki, Mrs. Clark keçiyə əsəbidir, hansı ki getdi həyətə və onun güllərini yedi. 1 və 3 olacaqdır. Bu keçi haqqında yenə deyirəm 2 fikir var deyə mən onu bağlayıcısız işlədə bilmirəm. Gəldim, onsuz da 5, heç 5 düzgün deyildi. 4-ü də çıxmışdım. İndi gələk 21-ə. Crop, bitki, əkin, təkdədir, düzdürmü? Baxın, mən A-nı siləcəm, çünki bunun xəbəri cəmdədir. B-ni siləcəm, çünki belə bir nisbi əvəzlik yoxdur. Əkindən söhbət gedirsə, burada zaman bildirən heç bir söz yoxdur. Mən D-ni də siləcəm. Y-yə baxıram. Baxın, the crop which saved people's life. Əkin hansı ki insanların həyatını xilas edib. Artıq burada which mübtəda rolundadır. Which saved people's life. Mən təzədən ora ikinci bir mübtədanı necə əlavə edim? Which saved people's life. Və burada verəcəm düzgün variantım olacaq C bəndi. Əkini hansı ki biz qarğıdalı olaraq tanıyırıq. Əkin hansı ki biz qarğıdalı olaraq tanıyırıq. Və yabani bitkilərdən əhilləşdirilibdir. 22. Be sure to follow the instructions. İnstruksiyaları izlədiyinə əmin ol. Hansı instruksiyaları? İndi baxaq. İnstruksiya deyirəm. Burada məkan bildirən heç bir şey yoxdur. Sildim. That xəbərim təkdədir. Baxın, instruksiyalar cəmdədir. Ona görə B-ni də sildim. What nisbi əvəzliyi yoxdur. Which she gave at the top of the page. Instructions. Baxın, burada bağlayıcı yoxdur.
Hansı instruksiyalar, hansılar ki səhifənin başında verilibdir? Which are given deməliydim. Burada baxın, yenə deyirəm, burada nisbi əvəzlik olmalıdır. Ona görə bu səhvdir. Cavabım olacaq ki, hansıları ki, o səhifənin başında qeyd edib. 23. Elephants cəmdədir. Deməli, mən burada tək işlədə bilmərəm. Whose had, baxın, burada whose'dan sonra isim yoxdur. Sildim. What sildim, çünki what nisbi əvəzliyi yoxdur. 2-ni sildim, 5-i sildim, qaldı 1, 3 və 3, 4. İndi 1 ilə 3 ilə 4-üm düzdür. Gəlin baxaq 1-ə. One of the elephants which we saw at the zoo had only one tusk. Fillərdən biri, hansı ki biz zooparkda gördük. Bu düzdür. Burada heç bir səhv yoxdur. That lifted a heavy load, ağır yük qaldırır, hansı ki. 4. Uşaqlar görmək istəyir. One of the elephants the children wanted to see had only one tusk. Deməli, düzgün cavabımız oldu. 1, 3, 4. A bənd. Davam edirik uşaqlar. 24. Kəndlilər cəmdir, həm də canlıdır. Deməli, mən which siləcəm. Which ancaq cansızla işlənir. What siləcəm, belə bir nisbi əvəzlik yoxdur. Whose siləcəm, çünki yanında isim yoxdur. Whose'un hər iki tərəfində isim lazım idi. Whom tamamlıq əvəzlidir. Whomdan sonra xəbər gəlməz. Whomdan sonra gələr əvəzlik. Biz nə öyrənmişdik nisbi əvəzliklərdə? Hara getdi mən yazım? Baxın, biz nisbi əvəzliklərdə öyrənmişdik ki, who üstəgəl feil olardı. Whose üstəgəl isim olardı. Whom üstəgəl əvəzlik olardı. Bu strukturu yadınızda saxlasanız sizə çox kömək eləyəcək test işləməkdə. Deməli, who'dan sonra nisbidən söhbət gedir. Yəni, bunların öncəsində isim varsa. Who'dan sonra feil gəlir. Whose'dan sonra isim gəlir. Whom'dan sonra əvəzlik gəlir. Ona görə də mənim düzgün variantım olacaq Y variantı. 25. Newspapers are for those. Onlar üçündür ki, kim? Onlar yəni kim? Canlıdır, isimdir. İsimdir nəymiş? Canlıdır, əvəzlikdir və cəmdədir. Cəm sözünü tapa bilmirdim. Baxın, yuxarıda qeyd etdik. Whose'dan sonra isimdir. Burada zaman bildirən heç bir söz yoxdur. Ona görə when'i də siləcəm. Those cəmdədir deyə D-ni də siləcəm. D-nin xəbəri təkdədir. B-ni də siləcəm. B-nin də xəbəri təkdədir. Əlimdə qalacaq sadəcə C variantı. 26. Students cəmdədir, canlıdır. Which-i siləcəm. Whose siləcəm, çünki burada isim yoxdur. A-nı siləcəm, çünki burada xəbərim təkdədir. Qaldı 2 variantım. Students who are skilled in critical thinking. Bu düz olacaq. Who keep themselves motivated will be successful. Burada bağlayıcısız işlədə bilmərəm. Bir deyirəm ki, uşaqlar öz dərslərində uğurlu olacaqlar. O uşaqlar ki, tənqidi düşünmədə bacarıqlıdırlar. Deməli, mənim burada studentlar haqqında 2 fikrim var deyə, subyektim eynidir deyə mən işlədəcəm. Burada nisbi əvəzi işlətməyə məcburam. 27. The person təkdədir, isimdir, canlıdır. Deməli, burada zamandan söhbət getmir, zaman bildirən söz yoxdur. Təkdə olduğu üçün D-ni də siləcəm, D-nin xəbəri cəmdə idi. B-ni də siləcəm, B-nin də xəbəri cəmdədir. A-nı da siləcəm, whom'dan sonra həm xəbərim təkdə də olmağına, amma whom'dan sonra əvəzlik gəlməlidir. Əlimdə qaldı sadəcə Y variantı. The person canlı, tək. Ona görə which-i sildim. Which cansızlarla işlənir. Whom'u sildim, whom'dan sonra əvəzlik gəlməlidir. What nisbi əvəzliyi yoxdur. Sildim. Whose'dan sonra da isim gəlməlidir. Sildim. Cavabım Y variantı. Administrator isimdir, canlıdır. Which-i sildim. Burada tərzi hərəkətdən söhbət getmir. Haldan əvvəl, yəni hərəkətin necə baş verdiyindən söhbət getmir, düzdürmü?
administrator hansı ki və yaxud da kim ki, bundan söhbət gedir. Whom-dan sonra Art Museum hopes to hire. Kimi ki? Bəli, bu düz olacaq. Who the Art Museum hopes to hire. Digər variantlarda da heç bir səhv yoxdur. Baxın, who the Art Museum hopes to hire. Whom the Art Museum hopes to hire. Burada tamamlıq rolundadır deyə. Bundan sonra xəbər gəlməyə bilər. Burada da tamamlıqdır. Burada da biz həm who, whom, that işlədə bilərik və yaxud da heç nə işlətməyə bilərik. Bu yeni administratordur. Kimi ki, Art Muzeyi ümid edir ki, işə götürəcək. Art Muzeyi ümid edir ki, işə götürəcək. Yenə kimi ki, Art Muzeyi ümid edir ki, işə götürəcək. Hər üçü düzgündür. 1, 2, 5 düz olacaq. 30-a baxaq. Many people cəmdədir. İsimdir, canlıdır. Deməli, which siləcəm. O cansızlarla işlənirdi. Many people I'm acquainted with düzdür. Whom I know düzdür. That lives here. Əgər burada live olsaydı düz olacaqdı. Amma xəbərim cəmdə təkdə verib deyə səhvdir. Who work here düzdür. 1, 2, 5. C variantı. 31. The neighbor təkdədir, canlıdır. Which siləcəm. Burada neighbor sözlüyündə heç bir zaman anlayışı yoxdur. Məkan anlayışı yoxdur. Whose-dan sonra isim gəlməyibdir. Cavab olacaq A bəndi. The people cəmdədir, isimdir. Whom I call most often olmasa, bu ikisi də düzdür. Üçü də düzdür daha doğrusu. İnsanlar, hansılar ki mən tez-tez zəng edirəm, anam və bacımdır. 1, 2, 3 düzdür. Keçək 4, 5-ə baxaq. Burada heç bir zamandan söhbət getmir. 4 də düzdür. Burada 4 dənə düzgün variantım olacaqdır. 33. Uşaqlar. Whom the Smiths adopted. Smithslərin övladlığa götürdükləri. Kim ki Smithsləri övladlığa götürüb. Burada məkandan söhbət getmir. That were adopted. Bu da düzdür. That Smiths adopted. Bu da düzdür. The children the Smiths adopted. Deməli, burada da 4 dənə düzgün variantım olacaq B bəndi. Neçə variantın düzgün olmağını tapmalıyıq. The apartment we wanted to rent. Artıq burada it ağırdır. Artıqdır. Burada it verilməməli idi. The apartment is no longer available. Təsəvvürləyin deyirəm ki, sizə apartment it is no longer available. Burada 2 dənə mübtədaya gərək yoxdur. The apartment we wanted to rent düzdür. Which we wanted to rent. Burada zaman bildirən söz yoxdur deyə when-i silirəm. That we wanted to rent düzdür. Mənzil biz kirayələmək istədiyimiz, hansı ki biz kirayələmək istədiyimiz, mənzil o ki biz kirayələmək istədiyimiz artıq boşda deyil. Deməli, 3 dənə düzgün variantım oldu. Cavabım Y bəndi. Daniel knows the captain. Təkdədir, canlıdır. Which-i sildim. Whose team, baxın, axır ki who's-u seçdik. Whose düz verib, ondan sonra isim gəlib, bu düzdür. Who-dan sonra xəbər gəlməli idi, whom-dan sonra əvəzlik gəlməli idi. D-də what nisbə əvəzliyi yoxdur, Y variantı düzdür. 36. Philosopher. Təkdədir, canlıdır. Whose writings affected Western philosophy. Bu düzdür. Who was born olmalıdır. Baxın, xəbər varsa burada whom olmaz. Whom cümlənin mübtədası ola bilməz. Which işlədə bilmərəm, çünki philosopher canlıdır. Burada məkandan söhbət getmir. Philosopher tried to understand the limits of human knowledge. Who tried deyərdim. Sokratla bağlı 2 fikir var deyə, o 2 fikri ayırmalıydım nisbə əvəzliklə. 36. 37. Marshall Bruce Masters III, who are one of the greatest rappers of all time. R verə bilmərəm. Marshall Bruce Masters III bir adam adıdır. Nə olsun, bu qədər ad var. Xəbərim cəmdə ola bilməz. What ola bilməz, çünki burada nisbə əvəzliyim yoxdur elə bir şey. Burada məkandan söhbət getmir. Whom-dan sonra əvəzlik gəlməli idi. Ona görə B bəndi olacaqdır. 38. The author, which
verə bilmərəm canlı ilə. Books of which yenə verə bilmərəm. Whom books olmaz, whose books olar. Bu kimin kitabları. Yenə who books olmaz, whose books olar. 39. I work at a company. Təkdədir və cansızdır. Ona görə who silərəm. Amma whose employees ola bilər. Hələ ki qalsın. Why employees? Burada reason bildirən bir şey yoxdur. What nisbə əvəzlik yoxdur. Qaldım iki variant arasında. Mən kompaniyada işləyirəm, şirkətdə işləyirəm. Hansının ki işçiləri bir birləşmə union qurmaq istədilər, yaratmaq istədilər. Bu düzgün gəlir. I worked at a company. Employees wanted to form a union. Baxın, orada bir qırıqlıq var, boşluq var. Mən bir şirkətdə işləyirəm. İşçiləri bir union yaratmaq istəyirlər. Görürsünüzmü? Tamamlanmır. Nəsə əksiklik var. O əksiklik nisbi bağlayıcıdır. Kimin ki, hansı şirkətin ki işçiləri union birləşdirmək, yaratmaq istəyirlər. 40-a baxaq. Problems cansız və təkdə. What-ı sildim, isimdən sonra gəlməz. Whom isim canlı ilə işlənər. Whose solutions are simple. Bunlar o problemlərdilər ki, hansıların ki həlli sadədir. Baxın, burada səbəb məqsəd yoxdur. Burada tərzi hərəkət yoxdur. Ona görə Y variantı olacaq. The house, ev. Burada zamanlıq bir şey yoxdur. Burada tərzi hərəkətlik bir şey yoxdur. Burada what nisbi əvəzlik yoxdur. Stand xəbəri cəmdədir. The house təkdədir. Ona görə bunu da silirəm. Ona görə Y bəndə olacaq. 42. A place. Artıq mən Y işlədə bilərəm. İndi qalsın. Place cansızdır, yer bildirir və təkdədir. Ona görə who işlədə bilmərəm. Who'dan sonra isim gəlməyib işlədə bilmərəm. What işlədə bilmərəm. Belə bir nisbə əvəzlik yoxdur. Burada tərzi hərəkətlik bir şey yoxdur. Artıq axır ki bir məkan işlətdim. Kitabxana bir yerdir. Haradakı kitablar saxlanılır. Gördünüzmü? Artıq məkanlıq var. Ona görə rahat-rahat U'ya istifadə etdim. 43. The first Vikings had searched for fertile land. Torpaq cansızdır. Təkdədir. Whom işlədə bilmərəm. Who işlədə bilmərəm. Tərzi hərəkətdən söhbət getmir. What olmaz. Qaldım D-nin əlində. Hardakı əkinlər böyüyəcəkdir və malqara otlayacaqdır. Yenə məkanlıq var. Elə bir yer axtarırlar ki, hardakı əkin biçin olsun, malqara otlasın. A cafe is a small restaurant. Kafe kiçik bir restorandır. Haradakı insanlar yüngül yemək yeyə bilərlər. Artıq bura yerdən gedir söhbət, cansızdır. Mən burada canlıya aid şey verə bilmərəm. Burada zaman yoxdur. Burada what nisbə əvəzliyi yoxdur. İkisində qaldım. Which-in məkansallıq ifadə etməsi üçün yanında in söz önüsü olmalı idi. In which people can get a light meal və yaxud da ini sonda verməli idi. Hardasa bir yerdə in olmalı idi ki, bu məkansallıq ifadə etsin. Ona görə D variantı düz olacaq. 45. My new shirt didn't fit, so I took it back to the store. Mənim köynəyim əynimə gəlmədi. Çünki ona görə də mən onu geri mağazaya apardım. Haradan ki mən onu almışam. Düzdürmü? Baxın, which yenə burada məkanlıq yoxdur, in yoxdur deyə silirəm. Burada canlı yoxdur, burada səbəb nəticə yoxdur. That I had bought it. Yenə də burada in yoxdur deyə, məkanlıq yoxdur deyə bu da uyğun gəlməyəcək. Orada sadəcə Y uyğun gələcək. 46. There was a time, baxın artıq vaxtdan söhbət gedir. When dinosaurs dominated the earth. Bir vaxtlar var idi, nə vaxt ki dinozavrlar yer üzərində hökmranlıq edirdilər. Artıq zamandan söhbət gedirdi, heç başqasına baxmıram. When seçirəm. Grandpa remember the old days. Babam köhnə günləri, keçmişi xatırlayırdı, keçmiş günləri. Nə vaxt ki televizor yox idi. Baxın, yenə zaman var. What nisbə əvəzliyi yoxdur. Burada məkandan söhbət getmir. Which he told stories about.
haqqında bizə hekayələr danışırdı desəydi, bəlkə olardı. Amma bu hansı ki bizə hekayələr danışır, sözünü işlətmədən bu old days-dən which işlədə bilmərik. Who canlılara aid. Cavabım oldu B. 48. The moment an zaman bildirir. When Michael Jackson did his first moonwalk on TV, changed music history forever. Həmin an nə vaxt ki Michael Jackson ilk moonwalk'unu etmişdi televizorda, musiqi tarixini həmişəlik dəyişdi. Nə dəyişdi? Həmin an dəyişdi. Deməli, burada zamandan söhbət gedir. When birbaşa onu seçirəm, heç başqalarına baxmıram. The day, gün. Ona görə when seçəcəm birinci. Bir düz. Artıq where seçməyəcəm. Burada məkandan söhbət getmir. Burada tərzi hərəkət yoxdur. Yenə where seçməyəcəm. I clearly remember the day when I rode a bike for the first time. The day I rode a bike for the first time. 3-də də bir səhv yoxdur. Mən açıq-aşkar xatırlayıram həmin günü. Mən ilk dəfə velosiped sürmüşdüm. Nə vaxt ki ilk dəfə velosiped sürmüşdüm. Hər ikisini işlədə bilərik. Biri də, üçü də cavab